Maşallah. Elimizin sənətkarı. Rəşid müəllim, halal olsun. Yani bu dəqiqə məşq üçün, uşaq üçündür. Mənim üçün deyil. Ona görə burada yellənmə var. Bəli. Yellənmə. Tros yumuşaq talacı. Bəli, aysa indi keçdik. Material bu deyil. Bu var, 83-cü ildə olurdu, 84-də çapa gedirdi. İçəri şəhər. Ulu Öndər İşli Nazirlər Sovetin birinci mavini. O vaxtı Xalça bayramı keçirildi içəri şəhərdə. Bütün bu görülən yerlər, yurt, hamısı elə o vaxtdan tikildi, verildi Rəşdaya. Gəldik, ondan sonra bunlar hamısı Fransadır səhnələrdə. Bəli, və Fransada. Bu da Ulu Öndər Heydər Əliyevdən sonra Azərbaycana xidməti olan adamdır. Ramiz Abdütalibov. Ramiz müəllim. Fransa 1988-ci il. Bəli, bir ildir rəhmətə gedən. Allah rəhmət O çox eləsin. böyük xidmətləri olub. Sürtdürəm qolundan. Onun dədəsini də mən öyrətmişəm. Aparıram başçının yanına. Orada ham oradadır. Başçına xahiş edirəm ki, hörmətli Mübariz müəllim, bir vaxtda atam oynayırdı Hüseyin dayı, tanıyırdınız. Sonra özümü tanıyırsınız, özümü oynayıram. Bir gün Rəşid işi də olmayanda kimsə olmalıdır bu rayonda, bu sahənin. Xahiş edirəm, dəstək olun, kömək eləyin, onun diqqətlə qulaq asırmağa, 14-də. Bəli. İndi sonrasına bax, gəlir, bu neçənci ildir? 14. Gətirin, həmən ildə başçı dəstək ol demişəm. Qucaqlayıb üzündən öpür gədəni. Bəli. Niyə deyirəm gədəni? Dədəsini öyrətmişəm. Dədəsi dilindən qopub demir ki, mən Rəşid müəllim zorla jurnalist ondan alır o sözü. Sonra gəldik. Cənab başçı bir var Fəxri Fərman, belə. Bir də var Sərəncamla. O məndən yaxşı bilirsiniz. Bəli, Fəxri Fərman. O Sərəncamla nədir? O məndən yaxşı bilirsiniz. Fikir yerindədir, daimi bilirsiniz ki, Rəşid siyasətdə zəif ola bilməz. Sabahda zəif olar, siyasətdə yox. Öz qaydasında 100 illiyini keçirəndə Heydər Əliyevin 126 nəfər burada qonaq olubdur. Uzaq rayonlardan gələn də olub. Üzü çıxmasın. Gələnlər ancaq burada bizdə çaxır, pivə, zat, belə şey olur. Ancaq şirniyyət üstü olub, bir də uzaqdan gələn, çay öz yerində. Uzaqdan gələnlərin yanacaq məsələsini 2 nəfərə tapşırılmışdır. Saçını darayırıq. Bax, bu şəkil biraz, o məndəki arxiv var. Çətin tapılacaq, bax, sonra. Bir də orada ayaqsa durub Zərifə xanımla fikir versən. Bəli. İndi siz lazım olsa belə baxa bilirsiniz. Dostlar, bu da bizim inşallah müəllimin bağıdır. Müəllim, bu bağ barədə inşallah bir iki kəlmə bizə. Bağ barədə deməli Ulu Öndərin 103 illiyi olduğuna görə biz burada həmrəylik istirahət bağı yaratmışıq. Həmrəylik də Ulu Öndərin vaxtilə dediyi sözdür da, bütün dünya Azərbaycanlıları harada yaşayırlar, yaşasınlar, onlar həmrəy olmalıdırlar. Biz də həmrəy olmağımızı Ulu Öndərin dediyini əsas tutaraq gördüyünüz bu ərazidə 4 sot yerdir bura. Dövlətin yeridir. 103 ağac mən özüm bütün ağacların əkilməsində bir var deyirlər. Fəhlə tut, məmnun. Bir də var əl qabarı. Bir bugün görülən iş usta gəlibdir ki, burada sıvaq işi görəcək, bu mənim işim deyil. Yəni bu bizim ürəyimizdən gələndir. Ona görə də Şuşamız orada, ərazi bütövlüyümüz orada. Cənab Prezident necə lazımdır dünyada oxuduğu meydandan, dünyada. Bəli, buradan da üzü o yanadır, üzü o yana. Ay səhv buraxanlar, baxın, görün nə ola bilər. Bu da belə. Bu da ki, ordumuz. Allah ordumuzu korusun. Amin. Biz
dünyada öz prezidentimizdən fəxr edə bilərik. Müəllim, demək buranı görmək istəyənlər Bəli. hara gəlib Asma körpünün Bəli, Asma körpü, hə. Əziz dostlar, Asma körpünün yanına gəlin. Kim yaxından ətraflı tanış olmaq istəyir, bizim Bəli, buyursun. Rəşid müəllimin, Rəşid qardaşım, pəhləvanımızın, fəxrimizin bağını görmək istəyənlər inşallah gəlsin bura. Əziz dostlar, əziz izləyicilər, Həmrəyli istirahət bağı ilə kim tanış olmaq istəyirsə, inşallah gəlin Rəşid müəllim yanına, pəhlivanımızın, bizim fəxrimizin yanına gəlin inşallah. Ətraf Rəşid müəllim, bir dənə zəhmət hansı ağaclar əkilib burada? Bir dənə zəhmət olmasa deyək. Gördünüz burada hansı ağaclar əkilir deyəndə çox gözəl sualdır. Çox gözəl. Hansı ağaclar əkilməyibdir? Bir burada meyvə ağacı ola bilməz. Meyvə. Qalan burada hər cür gül kolu var. Yapon əzgili var. Yapon əzgili var. Şamları müxtəlif. Şamları dekorativ. müxtəlif. Heç belə nəzərdə tutulmayan, görünməyən şamlar da burada. Sifarişinə gətirdik. Bəli, bəli. Allah'a şükür. Daha indi bilirsiniz ki biz Respublikanın hər bir yerində bax bu şamlar gəlibdi Gəncədən. Bax. Gəncədə çünki mən baxanda bilinir 1, 2, 3, baba bu cərgə bilinir. Bunlar Gəncədir. Dostlar, ətraflı bunu da qeyd edeyim əziz dostlar. Rəşmənin bunu nəzərə alın. Bax, bağa gələn sakinlər Bəli. istirahət etdiyi zaman deməli müxtəlif yerə zibil atmasınlar deyənə gözəl belə qutular da hazırlatdırıb. Eyni Zibil. zamanda gələcəkdə də birbaşa görüntü Bakıda oturan izləyir ki, siqaret çəkirlər. Onlar o vaxtda mən dünyada olmayanda dua eləyəcəklər. Deyəcək Allah o kişiyə rəhmət eləsin ki, o bu işi elədi ki, demək siqaret çəkəndə burada dayanana cərimə yoxdur. Bəli. O yanda dayanana var. Cərimə çəksin, burada dayansın, siqaretini çəksin. Bəli. Sonda da dayandı. Bəli, bəli. Öz işini görsün. Bir sözlə bu ərazi gedir ta ki o. Uzun illərin sənətkarı bizim üçün də fəxr eləyir. Vallah Allah can sağlığı versin. Gələcək nəsillərə ördəkdir. Bax neçə dənə şagird yetişdirib, əziyyəti olub, özü də ad da alıb Rəşid müəllim. Bir dənə zəhmət o barədə danışım. Bizə 1988-ci ildə ümumi xidmətlərimi nəzərə alaraq içəri şəhərdə Qız Qalasının yanında tədbirlər keçiriləndə orada Ulu Öndər o baxılıb, ondan sonra mənə verilibdi fəxri ad. Azərbaycan Respublikasının əməkdar mədəniyyət üzvü. Ondan sonra da 45 gündə gedib Fransada qalmışam. Orada da folklorumuzu, adət-ənənələrimizi orada da yaşatmışıq. Bu qədər. Allah can sağlığı versin. Dostlar, gəlin ətraflı, gələn Zaqatalamızın qonaqları, gəlib görmək istəyənlər, gəlin baxın belə gözəl bağla da tanış olun. Rəşid müəllim, Allah can sağlığı versin sizə.